Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən problemlərdəndir. Xüsusilə uzun müddət oturaq iş, telefon və kompüter istifadəsi, stres və hərəkətsizlik bu ağrıları artırır. Bəs təbii yollarla necə azalda bilərik? 1. İsti kompres. Əzələlərdə gərginlik varsa, isti su torbası və ya isti dəsmal 15-20 dəqiqə tətbiq etmək əzələləri boşaldır və ağrını azaldır. 2. Zərdəçal, yəni sarı kök. Zərdəçal güclü iltihab əleyhinə təsirə malikdir. Südə və ya ilıq suya 1 çay qaşığı əlavə edib içmək əzələləri yumşaldır. 3. Zəncəfildir. Zəncəfil qan dövranını artırır və iltihabı azaldır. Çay kimi dəmlənməsi ən faydalı təsir verir. 4. Yüngül məşqlər və dartınma boyun və bel üçün sadə dartınma hərəkətləri. Hər gün 5-10 dəqiqə edildikdə ağrılar azalır. Ən önəmlisi müntəzəmlikdir. 5. Masaj və təbii yağlar. Qara zirə yağı, küncüt yağı və ya zeytun yağı ilə yüngül masaj əzələləri rahatladır. 6. Duruşun düzəldilməsi. Telefonu aşağı əyilərək istifadə etmək boyun ağrısının əsas səbəblərindəndir. Ekran göz səviyyəsində olmalıdır. Bəs nə zaman həkimə müraciət etməliyik? Ağrı qollara və ya ayaqlara yayılırsa, keyimə və ya gücsüzlük varsa, ağrı uzun müddət keçmirsə, travmadan sonra başlayıbsa, bu hallarda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Daha faydalı məlumatlar üçün abunə olub kanala keçid edə bilərsiniz.